Salam dostum, gördüyün bax bu şəkil disclaimer adlanır. Yəni ki, bu videoda çox pis söyüşlər ola bilər. Elə söyüşlər ola bilər ki, sən onları heç vaxt eşitməmisən. Bəzən lüt şəkillər də qabağıma çıxa bilər. El arasında ona erotika deyirlər və yaxud da ki, Kənan Mahmudovun şəkilləri. Hərdən mən tütün məhsullarından da istifadə edə bilərəm. Misal üçün, siqaret yandıra bilərəm. Hətta alkoqollu içkiləri də görə bilərsən belə disclaimerlərdən sonra. Artıq sən xəbərdarsan. Bacı, arxadakı oğlan, ayaqlan. Bacımı səndən xoş gəldim. Dur, bizə gəldi əzab. Gəl. Ha, eşidirəm, buyurun, danış. Bax, Hornet deyilən bir sayt var. Bu gay saytıdır. Geyləri bir-birlərə danış olduğu bir saytdır. Orada məsələn giririk, biz özümüzün normal öz şəkillərimizi qoymuşuz. Bəziləri amma xarici olanlar, bəziləri buradan burundan aşağı istəsini. Məsələn, səni çox da Bakıda bilir ki, saqqallıdır Bakıda. Sənin burundan aşağı istəsinin şəklini paylaşır. Yazmışıq, biz oradakı istəyən olursa yazsın. Yazır, elə bir şəkillərsə normal bir oğlandır. Baxsan küçədə deyirsin ki, ya bunun heç ağası belə olmaz, düşür. Amma gəlir, puluna minnət deyə gəlir. Məsələn, qiyməti deyirsən, qiymətlə razılaşırıq, nömrəni verirəm, əlaqə saxlayır, ünvan deyirəm, gəlir, kimimizi görürük, gedir. Neçəyə çıxsam? Qiymət deyim sənə. Yox, mən özüm istəyirəm. Sən Allah, mən də Valla, desəm mən indi hal-hazırda danışdırım insana pulsuz deyərəm, amma səninlə padırqamı xoş gəlir, mənə də bu oğlana... Ay, gəs istəmirəm, yo. Normal şəkildə. Yo. Dediyimi deyirəm, mən olanı deyirəm. Qəti sən Allah, elə bir şey, Allah zor et. Xoşum gəldiyi bir tipaj olaraq sən. Mən? Tip olaraq. Xoşum gəldiyi tip olaraq, sən məsələn xoşladığın tip olaraq, sənin tipində xoşladığım insanlarla normal münasibət qura bilirəm. Hətta mənim yaşadığım bir oğlan da var. Estağfurullah. Mən elə şey istəmirəm, çox sağ ol. Minnətlərim. Yox, mən sadəcə dediyimi o, məsələn, normallığını deyirəm. Sən görünüş olaraq səni deyirəm. Demirəm indi səninlə nəsə. Görünüş olaraq deyirəm, sənin görünüşündə olanlarla. Ay, bırak, nə danışım? Yaxşı, bir şey sual verəcəkdim, yadımdan çıxdı. Yanındakı niyə gizlənir? Yanındakı da yansın. Mən qətliyəm. Qoy adırsın sən Allah. Ay, Targovda qalmırsınız. Mən səni görmüşəm. Hətta Targovda mən qalmaqdan ötürü, vallahi gərək ki, 400 dolara ərəbə zada çıxam, ona görə Targovda qalmalıyam. Qələt deyirəm mən Targovda. Ərəb klienti zat düşmür. Ərəb klienti düşmür. Ərəb klienti düşür, ərəb olduğu var. Ərəbə məsələn 200 dolar, 150 dolar, məsələn ondan sonra 200 manatdan aşağı. Aptava qiymət var sizdə? Oftava qiyməti 2 nəfərin bir yerdə qiyməti məsələn ərəbə gedirsə 200 dolara, bir nəfər 200 dolarsa da 2 nəfər 300 dolar olur. Bacı, arxadakı oğlan, ayaqlan. Bacımı səndən xoş gəldim. Dur, bizə gəldi əzab. Gəl. Nazadı danışma. Nə dedin? Ay, istəmirəm, sən Allah, bax, bir şey deyəcəm. Mən normal insanam. Zarafat edirəm mən. Tərs keşə yaptım çocuğum. Böyle şeylər aldamam. Başqa nə suallar verir? Deyirsiniz ki, o kəstirməmsiniz də? Yox, ağa, mən məsələn çox düşünmürəm heç kəstirməkdir zaten. Mən babalığında atda yerlərdir. Buraları mən video necə qoyum? Ümumiyyətlə sizdə durur. Bax, sənə deyimdə bir şey deyim. Bizim yanımıza gələn çoxsu imenin onu görmək üçün gəlir. Görməyə gəlir. Görməyə gəlir, onu görüm deyir mən. Bəziləri də təklif edir ki, qoy mən görüm. Mən məsələn, mən özü oğlanlığımla utanıram, yəni geyliyimlə utanıram ki, onu göstərmirdi. Mən də özümdə qadınlıq istəyirəm birazcık. Amma o deyir ki, vuram mən də görüm onu. Nə bilim, vallah. Əli, gör sən nə deyirsən? Ümumiyyətlə sizdə durur. Sizdə durur? Ay oğlan, bax, istəyən olanda o qədər var ki... Yox, onu demirəm. Ümumiyyətlə soruşum. Yox, sizdə uşaqlıq şəkilləriniz durur? Yox, mənim uşaqlıq şəkillərim durmur, çünki mən uşaqlıqda gömül olmuşam deyə heç biri saxlamıram. İlk dəfə nətər oldu ki, sən birinlə razılaşdın, dedin ki, hə, okey, fisi yox. Deməli, dedi ki, pul qarşılığında görüşmüşəm. Neçə manata? Mənim maneram var idi. Görünüşdə də baxanda en azından istəyirdi ki, maneram var idi. Mənim bir dostum var idi. O dedi ki, yəni belə bir şeylə məşğul olmaq istəyirsansa da, ən azından ki, birinci səfərindir. Sənə yaxşı pul verəcəklərsə, birinci səfərində rahat getmək. Gülməklə buna qıcıq olaram. Arkadaşına qızıqlar. Yəni, o da dedi ki, mənim bir tanışım var, onunla nə əksələşək, o da şəkilimi göstərdi ona, o dedi ki, razı. Mən təqdirilən bir şey var, oğlanlar necə oğlanlar olur? Bax, bizə bir şey, mən şəxsən mənimlə olan oğlanlar, mən baxıram. Geyəmdə boynumu almışam.
Baxsa katıb oğlanlar, başımlı oğlanlar gəlir, əlim altında. Vasmili kuşdan var, sən Allah. Vasmi və ayağında o zincir döymələri ən məşhur bir şey. Allah Jeni Siriyazdır da, yaşayışını bilməyən adamlardır onlar. Yəni həyatımda mən gördüyüm bir şey var ki, təsbihli qaqaş küçədə görmüşəm, mən ona ərimsəm. O insan mənim axşam evimə gəlirdi, xoşuma gəldiyi üçün onunla əlaqə yaratmışam bir çərəzdən. Evimə gətirmişəm və onunla cinsel əlaqəyə girmək istəyəndə mən onu necə eləmişəm, o məni yox, düşün. Yəni qaqaş gəlib adını çıxır. Bir dənə sualım var. Bir Bir dənə sualım var. İndiyə qədər sizin pulunuzdan yeyib sizi tək qoyan var? O qədər. Bu hamıya pul saxlayır cəmaatı. Mən indiyənə kimi bir oğlana 16 manat maksimum pul vermişəm, bu 500 manatdan yuxarı pul. Oha! Sən məndən xoşun gəldin. Yalan ya, onlarda da gəlir, pul mu var? Üzünə baxsana, pul mu var? İndi ikiniz də sırayla danışaq da. İndi ikiniz də ailənizdən uzaqsınız. Yox, mənim ailəm. Bunun ailəsi rahat qəbul eləyibdir. Mənlə yaşamaqda belə bir rahat problem yoxdur. İkiniz bir yerdə qalsınız. Mən qəbul edirəm. Bəli, ikimiz qəbul. Harda qalsın? Bir dənə sual verin. Bir dənə də sual versəm olar. Hə. Olar. Azur Attilanı yəqin tanıyırsınız da. Instagramdan, sosial şəbəkədən tanıyırım. Yəni Onun var. Hə. O keçən səfər biri mənə sosial şəbəkədən yazıbdı. Mən özüm normal dərə özüm haqqında özüm Mən yəni azı Attilandan tanımıram, onun haqqında maraqlanmıram. bu maraqlanmır. Mən qoydan açıqlama vereyim. Ha, buyurun. Keçən səfər biri yazdı mənə ki, Azur ölübdü, xəbəriniz var, nəsə cərimlər, nə edibdi? Qadınım dedim, mənə nəyimə lazımdır? Deyir, siz ona uyğun durum paylaşmışsınız, onu görə deyirəm. Deyir, mənim onunla əlaqəm yoxdur, bir şeyim yoxdur, özüm haqqında paylaşıram. Heç kim haqqında heç vaxt öz Instagramımda heç də paylaşmıram, özü orijinal. Əsəbdən dırnağımı yeyirəm. Birinci dəfə bir videoda dırnağımı yeyirəm. bir dənə də sual ağlıma gəldi, birini də verin. Dırnağım. Təbii tanıyırsınız da yəqin. Sən bir şey tanıyırsınız? Səvis mamadır. O dərəcə. Tanışım olanlar. Bizim də, mənim də mamam deyil, amma mama deyirlər ona. Çoxdur. Mama özünü, onu balaları sayanlar var bəziləri. Mən heç vaxt deyəməm. Əli, biraz da bundan sonra tezə pozlacaq abim. Allah. Gör nə deyirəm, bu nə qədər qazandı, deyən görün. Bir dənə gör nə deyirəm. Bir dənə bir danışaq. Aylıq nə qədər qazanırsınız? Baxır da, ərəb olduğu vaxtı 1000-2000 arası. Bro, bizdən çox qazanırlar. Yetim. Yetim ha. Qardaşım. Bəzən olub ki, dirəşmişik. Bir ay ərzində. Mən dirəşmişəm. Bir ay ərzində. Bəlkə hesablasan bir 10 gün yataram da, hesablasan 10 gün yataram bir ay ərzində. 30 gün ərzindən 10 gününü yataram, 4000 manat qazanaram. Allah qüvvət versin. Allah xeyir. Məndən vedradı ki. Deyir onda səni vedirəm. Vedradan... Kaçandas kimdir? Belə bir şey deyim, yaxşı sənə. Buyur. Heç olub ki, yolda sataşıb sizi döyüb eləyiblər. Döyüb eləyən olub, amma biz sataşdıqlar. Mən də vuran olub. Bəs şeydir, bəs polisə verdiyiniz olub heç? Kişi kimi. Necə xitab eləyir? Gey kimi. Polisə vermisən? Mən vermişəm. Pul götürmüsən nəsə orada? Yox, amma iminlə onu üzr istətdirmişəm, pis götürüb. Keçən biz gedirik yolda, dostumla bir oğlan dalaşdı. Dostumu falan vurdu, mənə də vurdu arada, düzdür, mənə də vurdu. Dostum şikayətçi oldu, mən olmadı, çünki tanışıyım. Əlinizi mikrofondan çəkin, səsiniz pis gəlir. Hə, bir dənə sual verim. Nəyə görə biseksual yox, iminigey? Yəni sənədər, bunlar yolla getdikləri vaxtı sataşırdılar. Aha. Və dostu deyib ki, nəsə problem var, bunun əbbina özüm var, başqa tanışlar var. Mən həmin vaxtı, mənim maşına mindim, getdim, mən gözlürdülər. Aha. Mən gözlürdülər, mən getməliydim, məcburi. Aha. Bunlar dalaşırdılar və bildiyin bunun başına gəlir, yəni döyülmə məsələsi. Amma məndə heç vaxt döyülmə məsələsi olmuyor. Mən sataşdıqlarım oldu. Döyülmə deyəndə ki, ağzını burnumu qırmırdılar, ağzını burnum yerində. Bir dənə tək vurdu da, baldırmış. Allah vurub da. Həmin vaxtı mən getdim, maşına mindim, getdim, şöbə də mənim üstümdə açıldı. Sən də həmin oğlan məni döymək istəyir. Belə bir şey deyim. Arada bu ikisi döyür. Gör nə deyirəm, bir dənə buradan izləyənlərə demək istəyirəm ki, ya sizi niyə vururlar ki? Ya onsuz da Allah vurub da. Heç peşmansınız belə olduğunuzdan. Yox, bir Bəs qız olmaq istəyərdi? Məndən oğlanlar peşman olsun. Qız Çünki onlar da gey sayılır. Oğlandan olmaz. Qız olmaq istəyirsən? Bu nə sualdır? Yəni olmaq istəyərdi? Necə? Nə vaxt inşallah, nə qədər pul lazımdır? Ne qız olmaq istəyərdi? Valla göründür, 10.000 lazımdır kimə. Nə qədər pul lazımdır eləməyə? 10.000. 10.000? Mənə 10.000 lazımdır, dərindən qız olmaq istəyirəm, üzdə qız olub bəs eləyir. Zaten sonradan düzələcək. Kəstirməyəsi. Bir dənə sual verim.
Bir dənə də sual verim, mən də bağlayım söhbəti. Nəyə görə biseksual yox, iminigey? Biseksual nə Nəyə görə deyil biseksual yox, gay. Sənətə bax, mən sənə deyim də balon? Əsil gay dediyim, bildiyin, biz əsil gay deyilik zaten. Mən də heç vaxt qızdan olmamışam, onsuzluğuna qalmış olsa, biz qızla münasibət qursaydıq, hə, biseksual sayılardı. Bizim yanımıza gələnlərdir ki, biseksual sayılırlar, həm oğlan, həm qızla görüşənlərdir. Aydın. Biz amma çünki yaradılışdan heç vaxt qızla münasibətimiz olmuyor. Amma mənim fikrimcə normal olanlar. Həqiqətən, məncə də. Mən şəxsən mənim yanıma gəlib, mən olan oğlana pis baxıram. Qəşəng. Həqiqətən ciddən. Nə məs, burada o qədər qız var. Mən qədər mən həmişə o maraqlı gəlir be Allah. Yəni bir insan, müsəlmansan sən. Şəhərdə birinlə danışsan, bir dənə yanına getsən, maşınla böyrünə sürsən, getsən tutub tarzı. Sənə verdiyini ona versə bəs edir. Telefon bir yerə qoyun elə danışın. Telefonu bir yerə qoyun da xahiş edirəm. Mən sənin səsini zəif eşitdiyim üçün, yəni... Nə istəyəcəkdim? Sünnət olmusan? Hə. Bu nə suallar ciddi? Xiyar deyə. Bu nə sual? Müsəlmanda yoxsa yoxdur Allah, xəstə. Sünnət olmusan dedim mən. Allah peşman olaq, sünnət oldu. Valla ki, mən sünnət olduğum vaxtı bilsəydim, deyərdim kökündən götür. Oba! Yəni belə bir şey deyim də, qız görəndə yəni durmur, belə sımasın. Yox, valla mən ailəvi görüşürəm. Ailə swing olmuşuq, yəni ailəli bir insanın yanında, ailəli düşün gör, arvadı ilə özü gəlir yanımızda. Prosta qıza heç eləməmiş, nə bilirsən? Qıza heç eləməmiş. Hətta oğlanla, həmşi belə. Hətta mənə arvad yazıb ki, mənim ərim yoldaşım var, yoldaşımla bir yerdə gəlsin sənə görsək olar, o problem yoxdur ki, dedim olar, qiymət budur. Yoldaş nə edir ki orada? Arvad deyir, mən oturub qıraqdan baxacaq, sən mənə Qiymətdən düşmədi. qız deyir şeydir, qız deyir ki, mən qıraqdan oturub baxacaq, sən yoldaşım sən nə işin görsən, mən də qıraqdan baxacaq, dedim olar, problem yoxdur. Yəni, o dərəcə var. Eşidirsən, gör nə deyirəm? De. Bir dənə elə belə sualımdır. Həyatda məqsədin nədir? Məqsədiniz nədir ümumiyyətlə? Biraz bərkdən desən olar. Deyirəm ki, həyatdakı məqsədiniz nədir? Verdiyin sualı Həyatdakı məqsədim nədir? Həyatdakı məqsədim mən sənə deyimdir, mənim özümünkün deyim. Yəni, lucky gay olmaq. Yəni, nə deyim sən, açıq aydın, yəni bilinən, görünən, bahalı. Allah ki bizim heç nəyimiz yoxdur. Məqsədim nətərdir? Bizim heç nəyimiz yoxdur. Qız illəri çala bir dənə elə. Minət eləyirsiniz. Bax deyim də sən, bu dəqiqə Bakının özündə maşını olan qadın belə olsun və yoxdur gay olsun. Maşını sürsün, maşını ilə getsin, hansı riskəti burada dayansın, onu o dəqiqə baxacaqlar. Prestiji qalxır. Prestiji qalxır. Biz yoldan gidirik, biz də baxalım. Neçə dəqiqə oldu video? Mənim ürəyim sıxıldı, tərlədim. Valla mən yoldan gedənə mənə baxılır. Hə? Yoldan gedənə baxacaqdı. Nə maraqlı suallar belə söyləmək istəyirəm. İndiyək ki mən çox nə qədər pul qazanmışam. Şəhərə çıxanda necə? İndiyək ki mən çox nə qədər qazanmışam. Aylıq aparat hansaydı çox olur. İndiyək ki mən çox qiymətimizi deyə bilərəm. Ən çox çıxdığımız qiymət. Aha. Ne qədər bəbət? $200 bu gedirdi. Valla ən maksimum elə ikimizin də ki oldu $200. Ərəb yoxsa Azərbaycanlı? O vaxt idi, o bir dəfə olub elə getdi üstə. 500 manatlıq olanda bəs necə? Dolların kursu neçə idi onda? Qaydiyanı tanıyırsan sən. Bir dənə sual verim sonra deyərsən. Deyirəm ki $500 çıxdığımın şey neçə idi? Dollar onda neçə idi? Dolların kursu neçə idi onda? 78 idi. Necə? $5 çıxmışdı ne? O vaxt dolların kursu neçə idi? 78 idi. Gör nə deyirəm? Deyir ki, dolların o vaxtı Nəysə. Gör nə deyirəm? Allah canınızı sağ eləsin deyim, ya deməyim, bilmirəm. Heç nə sizə həyatda uğurlar. Amma görün alındıra bilsəz. Biz də sizə həyatda uğurlar. İnşallah sizin kanalınız ən böyük partlayışlar eləsin. Çox sağ ol, minnətlər. Gör nə deyirəm? Bir dənə Biz də deyək en azından, biz də deyək ki, abi danışdı, mən o kanala çıxmış deməyi var idi orada, nə danışdı, orada mənə çəkmişdilər deyim. Ay, sən nə azad danışam. Gör nə deyirəm? Siz dollarla, o vaxt dollarla şey eləyəndə süprasiyası var imiş? Necə? Zart! Çox sağ ol. Allah razı olsun. Bir dənə zart çəkməmişdi, o dəqiqə rahatladı. Ki, çox sağ ol. Qadan alın, mən hamıya zart eləməyə. Ay bala, o zart dedi, onu mən heç evimə qəbul eləmərəm. Zart. Sən Allah, mən səni evimə girərəm axı. Sağ ol. Sağ ol, sağ ol. Yox, əsəbləşdim, hanı o? Nəysə, videonu sonlandıraq. Təşəkkürlər eləyirik bizlə danışdığımıza görə. Kanalımıza abunə olun, kayd etməyi və butona basmayı unutmayın. Buton da səndə al deşiyimdə. Nəysə, tamam, özünüzə yaxşı baxın. Paka. Paka. Sağ ol. Uyudum sən. Sağ ol.